Can Azərbaycan. Salam, hər vaxtınız xeyir olsun əziz dinləyicilər və əziz izləyicilər. İctimai Radionun efirində Can Azərbaycan verilişi başladı. Aparıcınız mənəm Pərvanə Nadir qızı və bugün çox maraqlı bir mövzunu müzakirə edəcəyik. Bestseller əsərlər necə yaranır? Ümumiyyətlə Azərbaycan ədəbiyyatında bugün bestseller əsərlər daha çox hansı mövzulardadır və bu əsərlərin yayılması üçün, daha çox tanıdılması üçün nə etmək lazımdır? Niyə bəzən bütün işlər yazıçıların üzərinə düşür. Halbuki bu işlərlə heç də yazıçılar məşğul olmamalıdırlar. Bu və digər suallarımızın cavabını axtaracağıq. Ona görə də böyük məmnuniyyətlə verilişimizin qonağını sizə təqdim etmək istəyirəm. Yazıçı, psixoloq Rövşən Abdullaoğlu ilə həmsöhbət olacağıq. Rövşən bəy, xoş gəlmisiniz. Xoş gəldik. Relslər üzərində uzanmış adamı axıra qədər oxuya bilmədim. Axırıncı 2-3 səhifəsini ümumiyyətlə oxumadım. Son səhifəsini. Son 2-3 səhifəsini oxuya bilmədim. Çünki istəmədim ki, mənim əsərdəki həmin qəhrəmanım necə, belə deyim də, özünü fəda edir, necə özünü məhv edir. Bax, o səhnəni mən görmək istəmədim. O qədər çox sevmişdim ki, o qəhrəmanı. Ancaq əslində o gözəlliyi sonundadır. Mən adətən kitabı necə işləyirəm? Bir neçə xəttlə başlayıram və ortasına doğru xəttlər başlayır kəsişməyə və sonunda birləşir və əsl əsərin sujeti və mənası ortaya çıxır. Ona görə siz ən maraqlı yerində əsəri saxlamışsınız. Onda gedim davam eləyim. Mütləq olaraq o sonuncu səhifələri oxuyun. Yəni əsər elə olmalıdır ki, həm dolu olsun. Əgər bədii ədəbiyyatdırsa, bədii ədəbiyyat qaydaları da çərçivəsində olsun. Və sən əsəri oxuyanda bir oxucu kimi sənin həyatında nəsə bir mesajı olsun və nəsə bir təsiri olsun. Bəzən deyirlər ki, bədii ədəbiyyatın heç bir mesajı yoxdur. Yəni mən bu fikirlə razı deyiləm. Çünki kitab adi postlardan, qəzetdən, xəbərlərdən fərqli olmalıdır. Əgər biri bir müəllifdirsə, bir kitab qələmə alırsa, bu istər-istəməz oxucuya təsir edəcək. Ya yaxşı mənada, ya da ki, pis mənada. Ona görə əlini qələm alan hər bir şəxs bir məsuliyyət altına girir və sənin istər-istəməz bir mesaj ötürməyə çalışırsan. Hətta mən mesaj ötürmürəm deyən yazıçılar belə öz əsəri ilə müəyyən bir mesajlar ötürürlər. Və yazıçının bir məsuliyyəti var. Oxucu qarşısında məsuliyyəti var. İnsanlar, cəmiyyəti qarşısında, dövləti qarşısında bir məsuliyyəti var. Və bu məsuliyyət də ondan ibarətdir ki, eyni analıq kimi, yəni ananın necə övladı qarşısında məsuliyyəti var. Sən əgər yazdığın mövzunu dərindən araşdırmasan, sən əgər hazırlıqsız o kitabı yazsan, o əsər üzərində işləməsən, hansı yeri gedib görmək lazımdırsa, sən gedib görməsən, harda bir neçə kitab oxumalısan, sən onu oxumasan, sən oxucuya xəyanət eləmiş olursan. Ona görə elə bir mövzuya birinci girişməlisən ki, o mövzu sənin elmi qabiliyyətindən uyğun olmalıdır. Yox, əgər daha dərin mövzulara girirsənsə, ona uyğun sən rəftar eləməlisən. Ona görə yazıçının məsuliyyəti var oxucu qarşısında. Bu düşüncə, yəni bütün sağlam yazıçılar, bütün sağlam naşirlər bu cür düşünür. Bu önəmli bir mövzudur. Bəzən məsuliyyəti üzərimizdən atmaq üçün deyirik ki, mənim heç bir məsuliyyətim yoxdur. Bəli, mən belə yazıram, kim istəyir oxusun, kim istəyir oxumasın. O mümkün deyil. Sən zaten kitabı yazırsansa, oxucu hardan bilsin ki, sən orada hansı niyyətlə yazmısan? Bilirsiniz, bizdə həmişə belə bir tendensiya olub ki, yazıçılıqdır, şairlikdir, bu fitri istedaddır. Allah Taala tərəfindən sənə bu yaradıcı qabiliyyət verilib və sən yazırsan. Yazıçılara, şairlərə, xüsusən Sovet dövründən gəlib sanki bu ənənə necə baxılıb? Onlar, belə deyim də, daha çox təbliğat maşını rolunu oynayıblar və istedadlı adamdır, yaradıcı adamdır, ruh adamıdır. Əslində sizin dediklərinizdən belə nəticəyə gəlmək olar ki, yazıçılıq peşədir və çox ciddi bir peşədir. Bəli. Bu peşənin ciddiliyini... Hobbi deyil, yəni. Hobbi deyil. Yazıçılıq hobbi deyil. Bəli, və sözünüzə qüvvət. Siz danışdıqca mənim yadıma niyəsə intibah dövr ədəbiyyatı düşür. Baxın, Nizami, Füzuli, Nəsimi, onlar təkcə şair idilərmi, təkcə yazıcı idilərmi? Yox. Onlar dünya elmlərini bilirdilər, həm astronomiyanı bilirdilər, hüququ bilirdilər, filosof idilər. Bəli, filosof idilər. Amma bugün yazıçılıq sadəcə kitab yazmaqdır. Yazıçı sənətinin, yazıçılığın bir peşə olaraq əsas meyarları nədir? Bunu bizə izah eləyin. Gözəl məqama toxundunuz. Günümüzdə yazıçılığa və ədəbiyyata olan münasibət klassik dövrdə olan münasibətdən tamamilə dəyişib. Yəni indi yazıçılıq
yəni peşə deyil, bir hobbidir. Mənim peşəm başqa bir sahədir. Ancaq boş vaxtlarımda nəsə əlimə qələm alıb, nəsə bir cızma qara eləyirəm. Yəni yazıçılıq günümüzdə bir cızma qara formatına düşüb və yazıçılar da cızma qara edən şəxslərdir. Ancaq biz qədimə baxanda, keçmişə baxanda görürük ki, yazıçılıq doğrudan da mütəfəkkir qələmi əlinə götürürdü və yazdığı mövzuda adamın ciddi araşdırmaları olurdu. Aylarla, illərlə kitabxanadan çıxmırdı və neçə ildən sonra bildiyini kağıza köçürürdü. İndi günümüzdə təəssüflər olsun o cür deyil. Yazıçıların bir çoxu cılızlaşıb və əsərləri də nəticədə cılızdır. Və dediyim kimi də, yəni bu bir hobbiyə çevrilib. Yaxşı, yazıçı olmaq üçün hansı sahələrdə mütəxəssis olmalıdır? Birinci, yəni mütləq olaraq yazıçı insanşünas olmalıdır. Əgər bu öz içində gedən hissləri tanıya bilmirsə, cəmiyyətdə gedən prosesləri çözə bilməyibsə, digər insanlarla o emosional zəka deyirlər də, həm öz hisslərini ayıra bilmir, həm də digər insanların hissini ayıra bilmirsə, mən buna insanşünaslıq deyirəm. İnsanşünas olmayan yazıçı yaxşı yazıçı ola bilməyəcək. İkinci, yazıçı dərin düşünməlidir. Yazıçı filosof olmalıdır, yazıçı mütəfəkkir olmalıdır. Yazıçı əsərlərində mən ona ekzistensial suallar deyirəm. Yəni yaradılışla bağlı suallar, xeyir-şərin mübarizəsi, bəzən olur insanın daxilindən gələn tənhalıq, insan və cəmiyyət münasibətləri, insanın cəmiyyətə adaptasiya olması, bunun qabağını alan maneələr, insan nəyə görə bəzən insan ola bilmir, insan nəyə görə özünü bəzən anlaya bilmir. Bu mövzuları araşdırmalıdır. Rollo May'in bir əsəri var, çox məşhur əsəridir, məşhur filosoflardan və yazıçılardan olub. Özünü axtaran insan. Yəni əsərin adı belə insanı çəkir də, özünü axtaran insan və bu əsərdə ümumiyyətlə insan özünü axtarışında hara gedir və insan axtarışına mane olan səbəblər nədir? Sən əsəri oxuyursan, orada nəsə götürürsən və bu sənin beynində olan çarxları işə salır. Yəni əsər sənin əgər beyninin o paslanmış çarxlarını işə sala bilmirsə, sənin içinə girib qazıb oradan hissləri üzə çıxarda bilmirsə və etdiyin sadə sənə gələn hərəkətlərin arxasında gizlənən qəliz o niyyətləri, hissləri çözə bilmirsə, yəni bu əsər deyil mənə görə. Bu makulaturadır. Bu əsərlər ümumiyyətlə çap olunmalı deyil. Yəni əsər sənin içini alt-üst eləməlidir və əsərdən sonra sən bir dənə böyük bir, belə deyim də, bir həyəcan yaşamalısan və hisslərin, düşüncələrin əsərin ortasında üzə çıxmalıdır. Elə bil ki, o toz torpaq dibə çökmüş bir dənə məhlulu təsəvvür edin. Bir dənə çalxalayırsan, hamısı qalxır üzə və sən onun içində olan o ləl-cəvahiratı görürsən. Yəni kitab sənin içini çalxalamalıdır. Çalxalayandan sonra sənin dərinliyində nə yatıbsa, sən onun fərqinə varmalısan. Əgər əsər belə bir effekti səndə qoymursa, mənə görə o əsər deyil də. Yəni mən aylarla, günlərlə vaxtımı o əsərə sərf eləməli deyiləm. Ona görə hər şeyi oxumalı deyilik. Bəli. Seçici davranmalıyıq. Sən kitabın qabağında bütün zirehvi qoyursan kənara. Məsələn, birinlə mən danışanda mən zirehmi geyinirəm. Artıq mən özümü müdafiə mövqeyindəyəm. Hər sözünü araşdırıram. Bu düzdür, bu düz deyil. Ancaq kitab qarşısında oxucu bu cür olmur. Həmişə deyirəm, sən kitabın qabağında lüt olursan. Bütün zirehvi qoyursan kənara, orada olan sözlər birbaşa sənin şuuraltıva işləyir. Deməli, Rövşən müəllim, elə bilirəm ki, yazıçıların üstünə çox getdik. Gəlin unutmayaq ki, bugün daha çox motivasiya ilə bağlı, psixologiya ilə bağlı yazılan kitablar da çoxdur. Hətta mən o qədər adam tanıyıram ki, heç yazıçılıqla, ədəbiyyatla əlaqəsi yoxdur. Hansısa başqa sahədədir. Deyir ki, bir dənə də kitab yazım da. Qoy mənim də bir kitabım olsun. Sual verək, nəyə görə yazmaq istəyir? Yəni yazıçı özünə birinci bu sualı verməlidir. Niyə yazıram? Bəs bu tip əsərlərə münasibətiniz necədir? Məsələn, bu gün dünyada bu tip əsərlər arasında bestseller olanları da var. Nə qədər psixoloji əsərlər var, nə qədər fəlsəfi əsərlər var. Yəni bədii olmayan əsərlərdən söhbət gedir də. Və elə bilirəm ki, bu gün Azərbaycanda da sanki bu trenddədir. Elə 1-2 seans keçəndən sonra bir psixoloq onu daha yaxşı tanısınlar deyə oturur, deyir ki, mən də bir kitab yazım. Hələ heç o qədər şəxsi təcrübələri də yoxdur. Tutaq ki, rus, ingilis müəlliflərin əsərlərindən tərcümələr etməklə, biraz da ora əlavələr etməklə, yəni bu hər kəsin bildiyi bir məsələdir. Bu bütün sahələrdə var. Bəs o cür əsərlər necə bestseller olur?
mən bir yazıçı olaraq həmişə bir əsəri yazanda özümə ilk olaraq bu sualı verirəm də, mən bunu niyə yazıram? Aha. Yəni bu niyyət mənim hissimə, davranışma, hər bir şey təsir eləyir də. Koqnitiv davranış terapiyasının əsas mahiyyətdə bundan ibarətdir ki, yəni düşüncələr bizim həyatımızı idarə edir, hisslərimizə təsir eləyir, davranışıma təsir eləyir. Mən hansı niyyətlə yazıramsa, mən bunu eynən hiss edirəm. Amma məkan belə təsir eləyir. Geydiyim paltar belə təsir edir. Dar paltarda sən bir cür yazırsan və gen paltarda rahat bir şəraitdə sən tamam başqa cür yazırsan. Nə maraqlı. Ətrafa hayküy olanda, çığırış olanda bir cür yazırsan. Günəş batanda sən o batışı hiss eləyirsən, ondan sonra yazanda bir başqa cür olur. Bu 100% sənə təsir eləyir. Məşhur araşdırmalar var, məxsusən də iqtisadiyyat psixologiyasında aparılan araşdırmalardır və son illərin iqtisadiyyat üzrə Nobel mükafatı alanlar da məhz psixoloqlardır. Çünki bu dəqiqə iqtisadiyyatda böyük gəlir əldə etmək üçün ora artıq psixoloqları cəlb eləyiblər. Necə eləyək ki, satıcı məhz gəlib mənim məhsulumu alsın? Nəticələrdən biri də budur ki, biz yəni düşündüyümüz qədər rasional deyilik. Ən belə qatı, dərin, rasional filosof belə böyük bir hissəsi irrasionaldır. Yəni deməyim odur ki, məsələn mən bəzən elə bilirəm ki, mənim qərarlarıma yalnız və yalnız mənim şəxsi düşüncəm təsir edir. Bir halda ki, əlimdə tutduğum bu çay var, bu belə təsir edir. Məsələn, araşdırmalar deyir ki, isti kofe içəndə, isti çay içəndə insanın razılaşma ehtimalı daha yüksəkdir. Yəni bir müdirin yanına gedəndə ona bir müdirə bir çay süzün, isti çay. Ondan sonra deyin ki, mən istəyirəm ki, bu verilişi məsələn bir başqa bir formata keçirim. Hə, almaq cavabınız daha çoxdur. Yəni çayla gedin müdirin çayla qəbuluna. gedin, isti çayla. Yəni ice tea ilə yox, isti çayla gedin. Onun təsiri var. Məsələn, rənglərin təsiri var. Hətta deyir ki, məsələn, qalstuk taxmış. Müdir şübhələnib o çayı içməsə necə olar? O içməsə onda yəni ki, çətin onda məsələdir. Onda getməyin. Yəni bu ətraf mühit bizə təsir edir. Rənglər təsir eləyir, otağın temperaturu təsir eləyir, geyim təsir eləyir. Məsələn deyirlər ki, gerb və bayrağın yanında insan daha rəsmi danışır. Bəli. Yəni ətraf mühitin təsiri var, o araşdırmalara gəlirəm. İndi bir yazıçı ətraf mühitdən təsirlənirsə, bu əsərində 100% o təsiri qoyacaq və niyyət də burada ən önəmli təsir edən mexanizmdir. Mən əgər satmaq üçün sırf istəyirəm bundan gəlir əldə edim, bu niyyətlə yazıramsa, sözlərin quruluşları, beynimə gələn ideyalar, onlar tamamilə başqa cür olacaq. Mən niyyətlə özümü konkret bir mövzuya köklüyürəm. Bəli. Əgər mən desəm ki, məsələn, mən istəyirəm ki, insanlara faydalı olsun. Mən sırf faydalı niyyətlə əsərlərim də başqa abu-havada olacaq. Ona görə bu önəmli bir mövzudur. Əgər bir yazıçının əsərləri, hansı ki, bestseller əsərlərdir, onu alan kütlə ziyalılardırsa, universitet müəllimləridirsə, məktəb müdirləridirsə, intellektual kontingentdirsə, bu çox satmaq meyardır. Nəyə görə meyardır? Yəni, məsələn də bir əsərin dəyərli olub-olmamağını biz necə müəyyən edirik? Hansı kriteriyalarla? Bəzən deyirlər ki, məsələn, 5 dənə tənqidçi bir əsər haqqında gözəl fikir dedisə, o əsər qəşəng əsərdir. Bu yanlış meyardır. Çünki o 5 tənqidçi özü ümumiyyətlə onları kim yoxlayıb? Onların intellektual zəkası hansı yerdədir? Bəlkə pulla tənqid eləyə bilər. Bu dəqiqə hansı ki, günümüzdə bu çox məşhurdur da. Yəni rahat bir şəkildə dünyada da var da belə şeylər. Dünyada da var. Ona görə bu obyektiv meyar deyil. Obyektiv meyarı mən sadalayım. Birinci. Amma mən üzr istəyirəm, amma ədəbi tənqid deyilən bir anlayış var axı. Ədəbi tənqid məktəbi hətta. Məsələn, bu gün Azərbaycanda ədəbi tənqid, yəni yoxdur. Hə, bizdə yoxdur. Yoxdur deyirsiniz. Bizdə yoxdur. Yəni Sovet dövründə tutaq ki, Yaşar Qarayevin əsərləri var. Sırf ədəbi tənqid əsərləridir və mən onları oxuyanda inanıram ki, həqiqətən bu əsərlər bu cür yazılıb. Bu gün əsərlər sadəcə yazılır. Yazılır və onlar haqqında rəy verənlər kimdir? Əgər ədəbi tənqid yoxdursa, onda o rəy verənlər kimdir? Harda yoxdur, onu demək lazımdır. Mən bir kriteriyaları sadalayım. Bu dünyada qəbul olunmuş kriteriyadır. Yəni bunu Rövşən Abdullaoğlu öz cibindən çıxartmayıb. Birinci meyar budur. Əsərin çox satmağı meyardır bir şərtlə ki, oxucu kütləsi kimdir? Əgər oxucu kütləsi içərisində dediyim kimi ziyalı insanlar varsa, mütəfəkkirlər varsa, artıq bu meyar. Məsələn, Türkiyədə bizim əsərləri əsas kütləsi psixoloqlar idi. Yəni özləri yaxınlaşdı imza mərasimində
ailə psixoloqları idi, yeniyetmələr psixoloqları idi, uzman həkimlər idi Türkiyədə və özləri deyirdilər ki, biz buradan böyük bir şey götürürük. Bu artıq meyardır. Yəni sənin kütlən kimdir? Obyektiv tənqidçilər yoxdur, həqiqətən yoxdur və bizdə olmadığına görə ölkəmizdə olan o tənqidçilərin fikrinin nə oxucular üçün dəyəri olur, nə də ki, ədəbi cami üçün. Yoxdur bu. Baxın, Nizami Gəncəvinin xəmsəsi var. Bəli. O dövrdən bu dövrə gəlib, çatıb. Bu gün də yaddaşlardadır, öyrənirik. Hər bir uşaq bilir ki, belə bir əsər var, belə bir müəllif var. Yəni Nizami Gəncəvi bestseller yaradıb. Bəli. Deyə bilərik də. Deyə bilərik. Bizim klassiklər bestseller əsər yaradıblar. Amma bu gün tutaq ki 2025-ci ildə bestseller olan bir əsər 2029-cu ildə unudula bilər. Və yaxud 10 il bundan əvvəl tutaq ki bir əsər var idi, hamı oxuyurdu. Amma bu gün onu heç kim oxumur. Bəs onda bu necə olur? Mən bir məqama toxunum. Birinci, bizim klassiklərə baxanda onlar dərin yazıçı olublar. Həm filosof olublar, həm psixoloq olublar, həm sosioloqlar olublar. Amerikada Portlandda müstəqillik gününə həsr olunmuş bir tədbirdə iştirak eləyirdim. Orada Nizami Gəncəvidən bəzi sitatlar gətirdim və dedim ki, Nizami Gəncəvi Azərbaycanın 12-ci əsrdə yaşamış, çox tanınmış bir şairidir, yazıçıdır, mütəfəkkiridir, filosofudur. O əsərlərində ədalət konsepsiyasına toxunub. Çünki mövzu müstəqilliklə bağlı idi. Mən onu ora gətirdim və dedim ki, və sizin Amerikanın bu dəqiqə ədalət modeli nədir, cəmiyyətə necə tətbiq olunur? Bu barədə 20-ci əsrdə ciddi araşdırmalar aparıb. Ancaq dedim, bizim mütəfəkkirlər və bizim yazıçılar hələm 12-ci əsrdə bu mövzulara dərin şəkildə toxunublar və başladım orada izah eləməyə. O qədər maraqla qarşılandı və tədbirdən sonra mənə yaxınlaşdılar, dedi ki, biz birinci dəfə idi belə bir şəxsiyyət haqqında eşidirdik də, çox maraqlı gəldi. Mən dedim ki, bu öz əsərlərində ümumiyyətlə ədalət nədir, utilitar rejim nədir, cəmiyyətdə xoşbəxtlik, ictimai xoşbəxtlik meyarı nə ilə ölçülür? Məsələn, bu dəqiqə bir utilitar və praktik yanaşma var. Deyirlər ki, məsələn, əksəriyyət xoşbəxtdirsə 60%, 55% cəmiyyətdə xoşbəxtdirsə, bu artıq bu cəmiyyətə sən xoşbəxt cəmiyyət deyə bilərsən. 45%-i xoşbəxt olmasa da olar. Dedim, ancaq Nizami Gəncəvi bu cür düşünmür və bu deyir ki, bu ədalətli yanaşma deyil. Əgər hansısa bir ucqar bir dağda bir qoca nənə yaşayırsa, o xoşbəxt deyilsə və doğrudan obyektiv xoşbəxt deyilsə, artıq o cəmiyyəti sən xoşbəxt cəmiyyət saya bilməzsən. Yəni cəmiyyətin bütün strukturları və sistemləri orada olan bütün fərdlərin xoşbəxtliyi üçün çalışmalıdır. Və bunlar dedi ki, yəni gör neçənci əsrdə sizin dahilər bunu düşünüblər. Deməli, onlar dərin mütəfəkkir olublar, filosoflar olublar və bestseller yazarlar olublar. Ancaq günümüzdə onlar bestsellerdirmi? Yox. Günümüzdə Nizami Gəncəvi o qədər dəyər olaraq qalıb, bizdə bir elmi bir orientir olaraq qalıb, əsərlərini orta məktəblərdə, universitetlərdə keçirik. Yaxşı, niyə bu belədir? Mən bunu bir neçə faktorla izah edirəm, sırf Nizami ilə əlaqəli deyil. Misal üçün. Birinci, yəni əsərin nə qədər müasir dövrə uyğunluğu ilə bağlıdır. Yəni sən bir əsər yaza bilərsən, bu bir il aktual olar. Bir ildən sonra heç kəs üçün bu maraqlı olmayacaq. Nəyə görə? Çünki bunun orada olan aktuallığı bir ili əhatə edir. Sən bir əsər yaza bilərsən, orada o qədər dərin mövzulara toxunarsan ki, bu bir əsr, 2 əsr, 1000 il aktual ola bilər. Yəni orada olan mövzunun birinci dərinliyindən, seçilməyindən, ona olan yaraşma və ona necə yanaşmağından asılıdır. Məsələn, elə mövzular var ki, məsələn, götürək sosial hansısa media. Ola bilsin ki, 30 ildən sonra bu sosial media aktual olmasın. Artıq o bu mövzuda yazılan fikirlər 30 ildən sonra aktuallığını itirəcək. Ancaq məsələn, insan yaradılışı ilə bağlı mövzular var. İnsan həyatda mənası var, yoxsa yox. İnsanın yeri, insanın tənhalığı. İnsan həmişə axtarışdadır da. Bu axtarışla bağlı olan mövzu. İnsan xoşbəxtliyi nədir? Həyatda məna var, yoxsa məna yoxdur. Bu mövzular daima xeyir və şəri mübarizəsi. Bunlar həmişə aktual olan mövzulardır. Sən bu mövzuları deməli seçsən və düzgün yanaşsan, əsrlərlə sənin əsərin aktual olacaq. Bizim klassik əsərlərin bəziləri ola bilsin ki, günümüzün dilinə uyğun deyil. Bəli. Mövzular dərin mövzudur. Məsələsi var. Biz onları təbliğ eləməliyik. Yəni, məsələn, mən Nizamini əgər
düzgün bir formada danışsam, insanlar düşünəcək, deyəcəm, mən bir dənə gedim ora müraciət edeyim, görüm o dərinlik orada necədir. Baxın, bu çox önəmlidir. Mən bir örnək verim, vaxtımız var. Əlbəttə var. Buyurun. Deməli, bir örnək verim. Məsələn, qədim Yunan mifləri. Qədim Yunan mifləri nə qədər, neçə dövr, nə vaxt yazılıb? Eramızdan əvvəl 5-ci əsrdə, 6-cı əsrdə, 7-ci əsrdə yazılıb. Ancaq günümüzdə də onlar çox aktualdır. Məsələn, bir mif deyim, Orest adında bir mif var. Deməli, Orest kimdir? Orest qədim bir personajdır. Anası həyat yoldaşını öldürür, başqa birinlə ailə həyatı qurur, övladını da öldürmək istəyəndə övladı qaçır. Böyüyəndən sonra qayıdır və öz anası ilə mübarizə aparır böyük bir sarayın qabağında. Anası artıq yəni böyük bir gücə sahibdir, hakimdir. Anasını orada qətlə yetirmək istəyəndə qılıncla, anası başlayır ona deməyə ki, məni qətlə yetirmə, bütün problemlərin kökü sənin atan idi. Və mən ağır bir həyat yaşamışam və bu müsibətləri atam verib. Mən bir növ psixoloji travma yaşadım. Ona görə mən məcbur idim sənin atanı öldürüm və ailəmiz ona görə dağıldı. Bu söz təsir eləmir, yenə də yaxınlaşır, qılıncla onu öldürmək istəyir. Bu dəfə başlayır başqa sözlər deməyə. Deyir ki, mən sənin ananam. Əgər sən məni öldürsən, sən lənətə gələcəksən. Çünki bir insan öz kökünə qarşı çıxarsa, bu Allahların, həyatın, taleyin lənətinə gələcək. Bu da təsir eləmir, artıq boşalır da, yavaş-yavaş sözlər müəyyən qədər təsirini qoyur. Bundan sonra anası onu qucaqlayır, başlayır öpməyə və başlayır deməyə ki, mən səni sevirəm. İnsan sevdiyi bir şəxsi öldürə bilməz. Bu vaxtda qılınc Orestin əlindən düşür və əlindən düşəndən sonra deyir ki, artıq mənim qollarım boşaldı. Baxmayaraq ki, anası atasını öldürüb, bunu öldürmək istəyib, əlləri boşaldı və bu anda birdən başa düşür ki, bu bir hilədir, anası bunu öldürmək istəyir. Qılıncı alır və anasını öldürür. Anasını öldürəndən sonra Orest vicdan əzabı çəkir, özünü bir monastıra, bir məbədə məhkum eləyir, uzun müddət orada qalır, sonra bunu aparırlar, mühakimə eləyirlər və Afina Allahın bunun xeyrinə səs verməsi ilə adam azad olur və orada Allahlar arasında belə bir sual ortaya qoyurlar. Ananı öldürmək günahdır yoxsa yox? Və əgər o ana öz sevgisi ilə övladını idarə eləyirsə, onu bədbəxtçiliyə, məhvə sürükləyirsə, belə bir ananı öldürmək necə, günahdır yoxsa yox? Allahlar səs verməyə qoyurlar və sonunda Afinanın səs verməsi ilə Oresti azadlığa buraxırlar. Mən sadə bir dənə mif dedim. Ancaq bu mif, siz baxsaz, məsələn, Rollemeyin İnsan Özünü Axtarışında kitabına baxsaz, bir neçə digər məşhur əsərlər var ki, orada bu mifi psixoanaliz kontekstində müraciət edirlər. Və Rollemey orada deyir ki, əslində bu mifdə nədən danışılır? Bəzən ifrat sevgi insanı məhv edir və burada ananı öldürmək əslində simvoldur. Burada ananı öldürmək yox, ananın insanın həyatını dağıdan təsirlərindən qurtulmaq və psixoloji ölümdən məhkum söhbət gedir. Və bəzən olur ki, bu başlayır psixoloji dillə onu izah eləməyə. Deyir, bəzən olur ki, uşaqlar böyüyürlər və o qədər ananın bu cür manipulativ təsirləri altında olurlar ki, məsələn, mən səni sevirəm, mən səni çətinliklə böyütmüşəm və sən mənim bu xahişimdən çıxa bilməzsən və bəzən boşanmalara qədər gəlir çıxır. Mən onlarla nümunə tanıyıram ki, sırf anasının bu cür təsirləri nəticəsində uşaq ailəsini boşuyub, baxmayaraq bir neçə övladı var, anasının bu təsiri ilə. Rollemey bunu bir izah eləyir. Baxın, burada sadə bir dənə mən mifdən danışdım. Mən bunu geniş izah eləyə bilərəm. Orada vicdan əzabı nəticəsində məbədə getdi və ilaxır. Bu əsər mən indi eramızdan əvvəl yazılmış bir dənə mifi burada Azərbaycan İctimai Radioda mən səsləndirdim. Nəyə görə? Ona görə ki, bu müasir ədəbiyyatdan mən istifadə elədim və müasir ədəbiyyatda bunun psixoloji dərinliklərini gördüm. Biz Nizamini bu cür təqdim eləməsək, məsələn, Mövlana nə qədər aktualdır? Çox aktualdır. Çox aktualdır. Mövlananı aktual edən Mövlananın özündən çox ona istinad eləyən mütəfəkkirlər, filosoflar, psixoloqlar və yazıçılardır. Deməli, biz əgər Nizamiyə, Füzuliyə, Nəsimiyə bu kontekstdə müraciətlər eləməsək, bunlar itib gedəcək. Yəni, bunlar dərin yazıblar, ancaq bu dərinliyi mən bir psixoloq olaraq təbliğ etməliyik. Çıxışlarımda, əsərlərimdə, məsələn, Rollemey necə izah eləyir? Rollemey ümumiyyətlə Amerikalıdır, bu isə Yunandır da. Yunan mifologiyasını adam təbliğ eləyir, o dərinliyini. Yəni, o qədər burada olan o mövzular gündəmə gətirilməlidir ki,
cəmiyyət desin ki, bizim müasir 16-17 yaşlı yeniyetmə desin ki, Nizami bilirsən nədir? Biz indi bu mifləri oxuyuruq, Yunanların miflərini. Deyirik ki, bu Yunanlar dəhşət olub. Bəlkə də heç o mifi, əsatiri quran insan beynində heç bu cür dərinlik olmayıb. Başa düşürsünüz? Sadəcə təqdimat və əslində də biz heç nə uydurmağa da gərək yoxdur. Nizami doludur, Füzuli doludur. Biz bunları sadəcə olaraq insanlara müasir dillə çatdırmalıyıq. Deməli, Rövşən müəllim, dediklərinizdən belə nəticəyə gəlmək olar ki, əbədi və əzəli mövzular hələ də yaşayır. Bəli. Heç nə dəyişməyib. Məzmun məzmunluğunda qalıb, sadəcə forma dəyişib. İnsanın daha çox insana ehtiyacı olub, canlı ünsiyyətə ehtiyacı olub. Amerika dediniz, sualım yadımdan çıxmamış verim. Mən bilirəm ki, siz PEN Amerika Yazıçılar Birliyinin üzvüsüz. Hə, düzdür? Bəli. Amma Azərbaycan Yazıçılar Birliyinin üzvü deyilsiniz. Ümumiyyətlə bu birliklərin nə kimi rolu var yazıçılar belə üçün? Belə deyək də, yəni məsələn hər hansı bir fərd, hansı bir addım atanda öncə düşünür ki, bundan mənə nə faydası olacaq. Yəni əgər ölkə qala-qala okeanın o tayında hansısa bir yerə üzv olursa, bu üzvlük ona yaradıcılığında, bu fəaliyyətində önəmlidir ki, gedir ora üzv olur. Və harasa üzv olmuruqsa, biz onun müsbət bir geri dönüşünü də görmürük. Əgər geri dönüş yoxdursa, yəni hansısa bir yerə üzv olmaq bizim həyatımıza, bizim fəaliyyətimizə bir faydası yoxdursa, orada üzv olmaq, yəni elə bir istəmirik. Demək olarmı ki, Azərbaycan ədəbiyyatı xaricə çıxmır? Bir mənalı şəkildə bəli. Çünki xaricə çıxmağı üçün ən böyük dəstək aidiyyəti qurumlardan gəlməlidir. Məsələn, bütün dünyada bu cürdür. Məsələn, Rövşən Abdullaoğlu bu dəqiqə xaricə çıxmağının ən böyük səbəbi birinci müəllif olaraq özünün fəaliyyətidir. İkinci Qədim Qala Nəşriyyat Evinin fəaliyyətidir. Yəni burada özəl bir nəşriyyat evinin fəaliyyəti, bir də müəllif fəaliyyətinin birliyi nəticəsində yaranan nəticədir. Bizə indiyənə kimi hansısa bir qurumun heç bir dəstəyi olmayıb da. Yəni heç bir dediyim, yəni həqiqi mənada heç bir. Nəinki dəstək olmur, bəzən maneələr də olur, bəzən problemlər də yaradırlar. Yəni Abdullaoğlu xaricə çıxmaqla Azərbaycan ədəbiyyatını tanıdır. Mən Kanadada Şarjada bir Kanada naşirindən görüşdüm. Mənə qayıtdı, dedi ki, mən sənə açıq deyim də, biz nəyə görə Azərbaycan ədəbiyyatını çap eləməkdə maraqlı deyil. Deyir, birinci, mən ilk dəfə də eşidirəm ki, Azərbaycanda ədəbiyyat var, Azərbaycanda yazıçılıq var. Deyir, bax, götürək Almaniyanı, mən Alman əsərlərini vururum. Nəyə görə? Deyir, bizdə Kanadada Höte adında bir araşdırma universiteti var. Bütün Alman yazıçılarının burada PR-ı ilə məşğuldur. Və mən bilirəm ki, bir Alman ədəbiyyatını vursam, yəni çap eləsəm, arxamda böyük bir ölkə dayanıb, böyük bir araşdırma mərkəzi dayanıb, maddi olaraq orada olan almanlara təbliğ eləyəcək, mənə dəstək verəcək, mən uduzmayacağam. Deyir, çünki bu bir biznesdir, mən buna biznes kimi baxıram. Deyir, Azərbaycan ədəbiyyatını birinci, mən böyük bir sərmayə qoyub, Azərbaycan ədəbiyyatını tanıtmalıyam ki, belə bir mətbəx var. Ondan sonra oxucular gəlib bunu almalıdır. Deyir, maddi olaraq mənə sərf eləmir. Bir neçə ildən sonra o bizim əsəri çap elədi. Kanadada bizim əsərimizi çap elədi ingilis dilində. İndi də hazırlaşır fransız dilində Kanadada çap eləsin. Hansı əsərdir o? Bu şəhərdə kimsə yoxdur. Və mən ondan soruşdum ki, dedim ki, yaxşı, indi niyə çap elədin? Adam qayıtdı mənə dedi ki, mən əsərin dəyərinə görə. Deyir, bu əsəri o qədər mənə təqdim elədilər. O qədər ölkələrdə bu əsər çıxdı ki, baxıb gördüm, müxtəlif ölkələrdə çıxır. Mən dedim, bu əsərə şans verin, bunu oxuyum. Deyir, mənim vaxtım da yoxdur, boş yerə hansısa bir kitab oxuyum. Mən o kitab oxuyuram ki, əminəm ki, bundan bir şey çıxacaq. Deyir, kitab məni ağlatdı. Kitab boyu deyir, mən ağlayan insan deyiləm, özü də əlimin altından, yəni minlərlə kitab çıxır. Kitab məni ağlatdı. Sonra deyir, bizim bir yaşlı bir redaktorumuz var, baş redaktor. Son qərarı o verir. Bu marketinqə baxır, kitabları seçir, göndərir ona. Deyir, ona göndərdim gecə vaxtı, dedim ki, belə bir əsər var, onu oxu. Dedi ki, müəllifi kimdir? Dedim, Azərbaycan. Dedi ki, adı Robert. Dedi, Robert, yəni sən ölkə tapdın mənə əsərini göndərməyə. Dedim ki, yox da, buna bir şans verək. Nəsə, kitabı oxuyur, deyir, gecə yarısı mənə zəng eləyib, deyir ki, Robert, bu nə əsərdir də? Deyir, bütün əsər boyu mən ağlamışam. Deməli,
marketinq şöbəsinin böyüyünü də ağlatdıq. Baş redaktoru da ağlatdıq. Ondan sonra kitabı çap elədilər. Deməli ağlatmaq lazımdır. Ağlatmaq Deməli yox. bizim ədəbiyyatı tanımayanları, ədəbiyyatımızdan xəbəri olmayanları ağlatmaq lazımdır. Amma bu təbii ki bir zarafatdır Rövşən Bəli. müəllim. Ağlatmaq elə belə olmur. İnsan nə vaxt ağlayır? Düşünəndə Təsir ağlayır. eləyir. Ona nəsə təsir eləyəndə ağlayır. Yəni yazıçılarımız düşündürməyi bacarmalıdırlar. Yəni biz bu qədər uzun yol getməli deyilik də. Mən deməyim Bəli, odur ki, siz bizim bunları aidiyyatı tək başına qurumlar etməli deyilsiniz. biz bunu tək eləməli deyilik və bunu bura qədər, yəni mən 15 ildir fəaliyyət göstərirəm. Mən ilk kitabımı borc xərclə çap eləmişəm. Bizim bəzən elə bilirlər ki, məsələn Rövşən Abdullaoğlunun böyük bir maddi imkanı olub Bəli. və arxasında dəstək olub. Yəni biz 3 qardaşıq. Bir balaca, bir otaqlı bir evdə yaşamışıq. 3 qardaş, üçümüz də orada yaşamışıq. Orada oxumuşuq, orada televizora baxmışıq, orada yemək yemişik. Bir otaqlı evdən mən çıxmışam və ilk kitabımı mən çap eləyəndə bizim maddi imkan yox idi ki, mən onu öz gücümə çap eləyim. Mən onu borc xərclə çap elədim. İkinci kitab da o cür. İndi gəldiyim vəziyyətə bax, o cür 15 illik çətin bir məşəqqətli bir yoldan sonra gəlib. İlk kitabınızın getmişik. adı nə olur? Mənim ilk kitabım Nəfsi Təskiyyənin elmi əsasları. Belə bir irfani fəlsəfi janrda yazdığım bir kitabı var idi. 3000 tirajla bunu çap elədi və əsər 3000-i də qısa bir müddətdə satıldı. Ondan sonra mən başladım fəlsəfi, irfani, sonra keçdim psixoloji mövzulara. Hamısı da insan düşüncəsi ilə bağlıdır. Əgər bizim arxamızda, yəni hansı bir aidiyyatı qurumlar dursa, yəni bir planlı şəkildə, hədəfli şəkildə bura bir dəstək olsa, daha böyük və daha güclü bizim potensialımız var. Güclü bizim yazıçılarımız Və var, komandamız istedadlı var. şəxslərimiz var. Onlar daha böyük bir işlər görərlər. Yəni sadəcə olaraq deyirəm də, yəni hər kəs bu uzun bir yolu getmək gücündə deyil, o iradədə deyil. Ancaq dəstək olsa bizim ədəbiyyat dünya sıralarında yer ala biləcək bir ədəbiyyatdır. O potensialımız var. Bizim Azərbaycan xalqının elə bir istedadlı övladları var. Necə olub əvvəllər o cür dahi şəxsiyyətlərimiz olub, indi yoxdur. Sadəcə olaraq dediyim kimi dəstək lazımdır. Bir də bir-birimizin ayağından geri çəkməli deyilik. O qədər gözəl vurğuladınız ki, mən sizə uğurlar arzu edirəm Rövşən bəy. Heç bilmədim ki, vaxt necə gəlib keçdi və danışdıqca hər cümlənizdən sonra o qədər suallarım yarandı ki, amma arzu edirəm ki, təki sağlıq olsun. Təki uğurlarınız, nailiyyətləriniz çox olsun, bol olsun. Mən o isti çay məsələsində düşünəcəm bu haqqda. Çünki daha da genişləndirmək lazımdır. Mütləq. Ən azı xronometrajı, çünki belə müsahibələrin elə bilirəm davamı çox olmalıdır və sizə dərin təşəkkürümü bildirirəm. Dəvətinizə görə təşəkkür edirəm. Siz əslində bu Azərbaycan ədəbiyyatına və maarifə böyük töhfə verirsiniz. Bu cür verilişlərlə, yazıçıları dəvət eləməklə, ziyalı şəxsləri dəvət eləməklə bu yolda sizə uğurlar arzu edirəm. Çox sağ olun. Minnətdaram. Çox sağ olun, var olun və əziz dinləyicilər, hər birinizə mütaliə ilə keçən günlər arzu edirəm. Çünki bu gün doğrudan da insan bəzən öz-özü ilə tək qalmaq istəyəndə nə edirik? Telefonu götürürük, başlayırıq reysləri çevirməyə, asanlıqla dopamini qazanmaq istəyirik. Amma inanın ki, o kitabların istisini hiss etsəniz, daha çox şey əldə etmiş olacaqsınız. Elə bu arzuyla da verilişimizi yekunlaşdırırıq. Qonağımız yazıçı, psixoloq Rövşən Abdullaoğlu idi. Aparıcınız mən idim Pərvanə Nadir qızı. Sağ olun, salamat qalın.